İti bucağın sinusu qarşıdakı katetin bax düz hipotenuza nisbətinə deyirlər. Bax düz bucaqlı üç bucaqdır. Bu bucaq alfa olsun. Bu birisi bucaq beta olsun. Üç bucağı da adlandıraq da A, B, C. Görürsən? Alfa bucağın sinusunu belə taparıq. Bax sinus alfa bərabərdir. Sinus alfa bərabərdir. Qarşıdakı katet. Alfanın qarşısındakı katet budur. Bax BC-dir. Görürsən? BC-dir. Buranı A ilə işarə edək. Bu kateti B ilə hipotenuz da C ilə. Bax bir. Qarşıdakı katet A-dır. Hipotenuz C-dir. Sinus alfa bərabər olacaq A bölünsün C. Görürsən? Kosinus alfa nəyə bərabərdir? Bax, iti bucağın kosinusu bitişik katetin hipotenuza nisbətinə deyirlər. Yəni AC-nin AB-yə nisbəti alfa bucağın kosinusu olacaq. Belə yazıram. Bax, kosinus alfa bərabərdir B bölünsün C. Oldu. Beta bucağının bax sinusu olacaq. Bu bucağın qarşısındakı tərəf buradır. Hipotenuz da burada. Oldu. B bölünsün C deyəcəm. Bax, sinus beta'ya. Sinus beta bərabərdir. Beta bərabərdir B bölünsün C. Kosinus beta da bitişik katetin, bax bucağı bitişik katetin hipotenuza nisbətidir. Yəni kosinus beta bərabərdir A bölünsün C. Oldu. Yəni bu usulla biz iti bucağın sinusunu kosinus tapa bilərik. Məsələn 30 dərəcəli bucaq olsa, bucaqların bir 30 dərəcə olsa, bax bir 30 dərəcə olsa, bu bucaq 30 dərəcə olsa, qarşıdakı katet A hipotenuzun yarısına bərabərdir. Yəni A C-nin yarısına bərabərdir. A bərabərdir C bölünsün 2. 30 dərəcəli bucaq qarşısında katet hipotenuzun yarısına bərabərdir. Bax buradan belə tapalım. Bax sinus 30 dərəcə bərabərdir. A bölünsün C, o da bərabərdir. C bölünsün 2, C bölündür 2-də 1 alım. Görürsən? 30 dərəcəli bucağın sinusu 2-də 1-ə bərabərdir. Bu formada bəzi misallar ilə bilərsən. Deməli, əsas yadında saxlayırsan ki, iti bucağın sinusunu tapmaq üçün qarşıdakı kateti hipotenuza bölərik. Kosinus tapmaq üçün bitişik kateti hipotenuza bölərik. Bu üstlərdən belə bir şey də ala bilərsən. Bax, bir sinus alfa bərabərdir A bölünsün C deyil. Sinus alfa bərabərdir A bölünsün C. Buradan alalım ki, A bərabərdir C sinus alfa. Yəni, hipotenuz məlum olsa, bucağın sinusu məlum olsa, bitişik kateti biz qarşıdakı katet sinusdan tapa bilərik. Bax, belə deyək. Bax, bu üç bucaqdır. Bax, məsələn, bax. Bax, bu bucağın, məsələn, alfa bucağının hipotenuzu olsun 15 santimetr. Oldu. Bucaq da olsun, məsələn, 45 dərəcə. Onda qarşıdakı, bax, bu A tərəfini belə taparsan, bax, A bərabərdir 15, hipotenuz vırılsın, sinus 45 dərəcə. Bax, belə tapma olar. Qarşıdakı katet sinusdan taparıq. Bax, bitişik kateti nə üçün taparıq? Bitişik kateti kosinusdan taparıq. Belə bax, 15 hipotenuz, yəni vurulsun burada, kosinus 45 dərəcə. Görürsən? Qarşıdakı katet sinusdan tapılır, bitişik katet kosinusdan tapılır. Oldu?